Vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hədi sizi Almaniyadan salamlayır. Dostlar, bildiyiniz kimi bugünkü mövzum Azərbaycan Hava Yolları və Dövlət Sərhəd Xidmətinin SMM şöbəsi, Sərhəd Nəzarət Buraxılış Məntəqəsinin əməkdaşları haqqında bir video çəkmək istəyirəm. Mənim üçün çox böyük bir tarixi bir an mənim həyatımda qeydə alındı. Bildiyiniz kimi dostlar, bir vaxtlar Dövlət Sərhəd Xidmətindən bir neçə ay kiçik bir xidmətçi olmuşdum. Müəyyən bir problemlərlə üz-üzə rastlaşmışdım. Və bu problemlər mənə çox böyük bir psixoloji sarsıntılar yaşatmışdı və hətta video təbliğatlarım ki var idi. Bəzi vaxtlarda əsəbi, bəzi vaxtlarında anlaqsız vəziyyətdə. Ən çox da problem yaşadığım bir insan, polkovnik leytenant, indiki hal-hazırda vaxtında mayor idi. Ağamalı Teymurla bağlı gərgin anlarımız olmuşdu. Xidmət rəisinə müraciət videoları çəkirdim. Sağ olsun xidmət rəisimiz. Həqiqətən əsl gözəl, şərəfli zabit, hər şeydən ziyadə mənim məsələmə baxdı və maksimum dərəcədə mənə köməkliyi olundu öz məsələmdə. Sadəcə illər keçdi, mənim ailəm, həyat yoldaşım və uşağım bir neçə gündə Azərbaycanda yay tətilində idilər, istirahətdə idilər və geri dönüş edən zaman Azal Hava Limanında belə bir Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə bağlı, Sərhəd Nəzarət Buraxılış Məntəqəsində olan əməkdaşlarla bağlı bir nüans yaşandı orada. İstəyirəm bu nüansı yerinə yetirim, sizə deyim daha doğrusu. Mənim ailəm geri dönüş edən zaman mənim bu idmançı olduğumuz bir vaxtlar bizim milli yığma komandanın geyimi və mənim titullarım, nailiyyətlərim, medallarım itaqdaşı. Orada polkovnik leytenant Ağamalıyevin kursant yoldaşı və bir vaxt ikən bir yerdə xidmət etdiyi ən yaxın dostu mənim yoldaşımın, Nəzarət Buraxılış Məntəqəsi vaxtı həyat yoldaşımın qarşısına çıxdı və mən orada uşağa apendis vermişdim. Orada mənim şəklim var idi, şəklimdən məni tanıdı və orada bir hadisə yaşandı. Orada Ağamaliyev Teymura da məlumat verildi ki, bəs Mustafayevin ailəsi bizdədir, ölkədədir. Onlar mənim həyat yoldaşıma mənimlə bağlı çox gözəl, xoş təəssüratlarını bildirdilər. Və hətta orada mənim yüküm artıq gəlmişdi, medallarım, titullarım, hələ yarısını götürməmişdim, yarısı qaldı. Yox, 3-4 kilo artığımız var idi. Maksimum dərəcədə Dövlət Sərhəd Xidmətinin əməkdaşları, Sərhəd Buraxılış Məntəqəsinin əməkdaşları mənim ailəmə öz köməkliklərini göstərdilər və orada uçuşa 1 saat yarım qalmışdı. Səhət yoxlaşından sonra mənim ailəmə bildirdilər ki, az yaşlı körpə ilə siz nə lazım olsa sizə köməklik etməyə hazırıq. Hətta gözləmə zalında olduğu bir vaxt sərhədçi xanımlarımız mənim yoldaşıma yaxınlaşdılar, uşağıma oyuncaq verdilər. Çox gözəl, isti bir münasibət göstərdilər. Çox gözəl, isti bir münasibət və çəki artıqlığına görə heç bir əlavə ödəniş alınmadı. Orada dedilər ki, bizim fəxrlərimiz bizim daim fəxrdir, biz də onlara layiqimizə xidmət etməyə çalışırıq. Həqiqətən hər şey üçün çox sağ olun, əziz sərhədçilər. Yoldaşımın mənə zəng eləyib belə sözlər danışmağı mənə qürur verdi. Mən xidmət etdiyim zaman sizdə sentyabr döyüşlərində, 2022 sentyabr döyüşləri olmuşdu və çox sərhədçi qardaşlarımız şəhid oldu. Allah şəhid olan sərhədçi qardaşlarımıza rəhmət etsin həmin o sentyabr döyüşlərində. Bəli, mən polkovnik leytenant Ağamaliyev Teymurla bir balaca narahatçılıqlarımız oldu, gərgin bir anlarımız oldu. Buradan efir vasitəsilə üzümü ona tutub deyirəm ki, cənab polkovnik, siz özünüz olmasa da, sizin dostlarınız, bizim ailəmizi qarşılayıblar hava limanında. Göstərdiyiniz bu performansa, bu jestə görə sizə və sizin kollektivə dərin təşəkkürümü bildirirəm. Biz erməni deyilik, biz həmvətənliyik, biz həmyerliyik, aramızda hər nə olarsa olsun. Bax, belə mənəvi dəyərlərimizə xüsusi diqqət göstərməyi bacaran kişiləri hər şey üçün çox sağ olun. Bunu mən sənə tam səmimi qəlbimdən deyirəm. Bir zabit kimi də deyil, bir hərbisi kimi də deyil, bir insan kimi mən sənə təşəkkür edirəm. Əlimi sıxıram, ürəyimə basıram, bağrıma basıram, canı qəlbdən, sidqi ürəkdən. Sənin o kurs yoldaşın ki var idi, sənin ən yaxın dostun ki var idi, həmən vaxtı Sərhəd Nəzarət Buraxılış Məntəqəsində mənim ailəmə qarşı gözəl, yaxından istiqanlı bir münasibət göstərdiniz ümumi kollektiv bir yerdə. Həmin o qardaşa da öz təşəkkürümü bildirirəm. Çox sağ ol əziz qardaş, belə bir insani addımına görə. Və yük bölümündə Sırpfin əməkdaşı, Sərhəd qoşunlarının əməkdaşı, hər şey üçün çox sağ olun ki,
Mənim üçün mənəvi dəyəri üstün olan mənim medallarım, titullarım, mən onları çox istəyirdim. Həddindən artıq çox istəyirdim. Düzdür, çox idi. Mən yarısını bura gətirmək istəyirdim. Mənə lazım idi. Çox sağ olun ki, siz əlavə heç bir ödəniş almadınız. Ailəmə qarşı çox gözəl münasibət göstərdiniz. Çox gözəl. Bu medallar yəni bu mənim üçün çox böyükdür. Hələ bunun yarısı qaldı Azərbaycanda. Yəni, ən çox istəyirəm, bu kuboklardan daha da çoxdur məndə. Mən çox istəyirdim yəni bu medalları görüm. Hər şey üçün çox sağ olun kişilər. Allah sizin canınızı sağ eləsin. Hər şeyə görə çox sağ olun, var olun. Vallahi billahi. Yəni Dövlət Sərhəd Xidmətinin mənə verdiyi ən gözəl mükafatdır bu. Həqiqətən. Çünki bu günləri bunlar biraz müəyyən çətinliklər tələb edir. Hər şey üçün çox sağ olun, əziz sərhədçilər. Hər şey üçün çox sağ olun ki, dəyər verməyi və qiymətləndirməyi bacarırsınız. Sonda Polkovnik Leytenant Ağam Aliyev Timur və Dövlət Sərhəd Xidmətinin sərhəd buraxılış nəzarət məntəqəsinin bütün əməkdaşları, SMM şöbəsi, hava limanında göstərdiyiniz diqqətə görə sizə dərin təşəkkürümü bildirirəm Almaniyadan. Hər şey üçün çox sağ olun. Həqiqətən Azərbaycan Respublikasının vətəndaşı olmağımdan qürur duyuram və Azərbaycan Respublikasına öldüyüm bir günə qədər Azərbaycan Respublikasına xidmət edirəm. Ölənə kimi. Sağ olun. İdmanın canlı əfsanəsi, yaşayan əfsanəsi də deyirik. Çünki insan 15 il döyüşsün və heç bir döyüşdən medalsız qayıtmasın.